Semestrin son həftəsindən hər kəsə salamlar. Təbii ki, bugün vlog çəkməli idim, çünki niyə də olmasın. Böyük dəyişiklik eləyib 2 sayılının kafesində oturduq. Həqiqətən bura təmirdən sonra əla görsənir və çox işıqlıdır. Aysu soyuqdan donmuş əllərimi qızdırır, sonra onun nənəsinə aldığı hədiyyəni göstərirəm. Ad günü mübarək. Özdə bizim üçün keks belə bişirib, dadı möhtəşəm idi. İndidən deyirəm, bu videoda çoxlu keks və tort görə bilərsiniz. Nəticədə biz semestr bitəndə müəllimlərimizə həmişə şirniyyat alırıq. Mandarinləri də xüsusi olaraq özüm gətirmişəm. Bu qədər şirniyyatın içərisində bayılmayaq deyə. Bu arada bugün 3 dərsimiz var idi. Birinci dərsimiz Avropa hüququndandır. Burada görürük ki, artıq vaxt keçir və tezliklə öz korpusumuza yollanırıq ki, dərsə girək. Düşünürəm ki, səhər smeni ilə günorta smeni arasında 2 saat fərq olmalıdır ki, rahatlıqla daxil ola bilək. Çünki çox vaxt olur. Bıçaq tapmayıb vilka ilə tortu nə günə qoyandan sonra axır ki, kafedradan biri gedib bıçaq gətirir və normal kəsirik. Sonra da o məşhur yazının yanında çoxlu şəkillər çəkdiririk ki, xatirə qalsın. Ümid eləyirəm bizim fakültəmizi Asiya Universitetinə deyil də əsas korpusa köçürərlər, çünki həqiqətən buradan getmək istəmirik. 3-cü saatda yenə tort aldıq və utanmadan daha bir tortla bu videonu sonlandırıram. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.